70-ci illərin sonu, 80-ci illərin əvvəlləri Bakının sakit bağ massivləri kimi tanınan Şüvəlan və Buzovna qəsəbələrində hava həmişəki kimi deyil. Küçələrdə hər kəs pıçıldaşır, qadınlar gün batmadan qapılarını içərdən qıfıllayır. Şüvəlanın dar küçələrində sanki bir ruh dolaşırdı. İtkin düşənlərin ruhu. Buralarda qadınlar yoxa çıxırdı. Ən pisi də bu idi ki, yoxa çıxan qadınların heç birinin nə ölüsü, nə dirisi, nə paltarı tapılmırdı. Qadınların itkin düşmələri barədə yayılan söz-söhbətlər, əhali, xüsusən də qadınlar arasında vahiməli, tükürpəci şayiələrin dolaşması yavaş-yavaş hər kəsi narahat eləməyə başlamışdı. Artıq məsələ kənddən rayona, rayondan respublikaya sıçramışdı. Adam necə ola bilər ki, itkin düşsün? Çimərlikdə suda batma, gəmi, təyyarə qəzaları, yanğın, təbii fəlakətlə əlaqədar itkin düşmə halları başa düşülən olsa da, günün günorta çağı, məsələn, nənə və nəvənin evdən çıxıb getmələri və yaxud bir evdə yaşayan şikəst qızın bir neçə il sonra anasının qəflətən yoxa çıxması həqiqətən də xof yaradırdı. Qəsəbədə dəhşətli şayələr gəzirdi. İnsanlar artıq torpağın adam udduğuna inanmağa başlamışdılar. Milis şöbəsində isə sükut idi. Faktlar itkin düşmə kimi arxivə atılır, heç kim bu qaranlıq zəncirin həlqələrini birləşdirmirdi. Milis şöbəsində itkin düşənlərin axtarılması ilə bağlı toplanmış materialları oxuyanda təəccüblənməmək mümkün deyildi. Əslində heç axtarış da aparılmırdı. İstər təhqiqatda, istərsə də prokurorluqda hökm sürən biganəlik, səriştəsizlik, məsuliyyətsizlik təbii ki, yeni prokuror İkram Kərimov da bu vəzifə sahiblərinə qarşı ikrah hissi yaradırdı. Gənc prokuror İkram Kərimov bu arxiv tozlu qovluqları açanda başa düşür ki, söhbət itkin düşməkdən yox, soyuqqanlı, ardıcıl cinayətlərdən gedir. Müstəntiq Nizami Təhməzov işə cəlb olunur, prokuror və müstəntiqin fikirləri üst-üstə düşür. Onlar həm də riskə gedərək cinayət işi açır və artıq ana və qızın itkin düşdüyü həyətə getməyin, gəzən şayələrin kökünü kəsməyin zamanı olduğunu düşünürlər. Kübra nənə və onun şikəst qızı Məryəmin müəmması bitməli, Şüvəlan bu qorxulu şayələrdən xilas olmalıydı. Təbii ki, bu addımı atana qədər prokuror və müstəntiq ana-balanın itkin düşməsi ilə əlaqəli bu verilişdə təfərrüatlarına ehtiyac duyulmayan fakt və dəlillərə malik idilər. Beləcə, həmin sirli həyətdə iş başlayır. Şüvəlanda Tofiq Məmmədovun həyətində. Həyətə daxil olanda onları iki qocaman tut ağacı qarşılayır. Bütün sir bu ağacların altında olmalıydı. Nazirliyin ən təcrübəli əməliyyatçıları Xəlil Quliyev və Rövşən Əliyevin rəhbərliyi ilə qazıntılara start verilir. Aparılan qazıntılar dəhşətli həqiqəti üzə çıxarır. Tut ağacının düz dibində bir neçə metr dərinlikdə skeletlər tapılır. Ekspertiza dəhşətə gəlir. Bu sümüklər illərdə axtarılan şikəst qız Məryəmə və onun anası Kübra nənəyə məxsus idi. Bəs bu naməlum qatil kim idi? Bu qətl nə vaxt baş vermişdi? Bu adam 1939-cu il təvəllüdlü Tofiq Məmmədovdur. O, Əzizbəyev rayon mühafizə bölməsində gözətçi işləyirdi. Sakit 7-ci sinif təhsilli, adi bir insan maskası taxmışdı. Amma bu maskanın arxasında gizlənən obraz hər nə idisə insan deyildi. İndi özünüz də görəcəksiniz. Başlayaq tut ağacının altındakı narahat sümüklərin sahiblərindən. Elə bədbəxt şikəst qız Məryəmdən. Həyata göz açandan talih Məryəmin üzünə gülməmiş, bir əli, bir ayağı şikəst böyümüşdü. Bakı Məişət Cihazları Kombinatında fəhlə işləyirdi. Aldığı məvacib və pensiyanı isə qardaşı Tofiq daim onun əlindən alıb özü xərcləyirdi. Bir dəfə Məryəm Tofiqə pul verməkdən imtina edib, deyir ki, anama paltar alacam, əyni lütdür. Tofiq şikəst bacısını inadından döndərmək üçün yumruğunu, təpiyini işə salır və təbii ki, bu yazılı qızı onsuz da bədəninin bir hissəsi işləməyən qıza ağır xəsarətlər yetirir. Məryəm ağır vəziyyətdə xəstəxanaya düşür. Həkimlər milisə xəbər verəndə, sorğu-sual başlayanda
ürəyi yumşaq bacı şikəstəm özüm eyvandan yıxılmışam deyir. Lakin istintaq işçiləri hər şeyi yerli yerində araşdırır, müəyyən edirlər ki, Məryəmi bu günə salan qardaşı Tofiq olub. 30 may 1938-ci ildə məhkəmənin hökmü ilə Tofiq Məmmədov 2 il müddətində məcburi əməyə cəlb olunub. Elə o gündən Tofiq bacısından qisas almağı qarşısına məqsəd qoyur. Bir neçə aydan sonra isə mənfur niyyətini həyata keçirir. Məryəmi ikinci mərtəbədən təpi ilə vurub həyətə salır. Tut ağacının dibində başına və sinəsinə ağır zərbələr vurur. Məryəm anası Kübranın qucağında canını tapşırır. Və o Məryəmi bastırdıqdan sonra 4 il hər kəs susur. 4 il sonra 14 avqust 1980-ci il balaca Əhməd, yəni öz oğlu dəcəllik edir və atası Tofiqin qəzabına düçar olur. Uşaq qorxusundan nənəsinin qoynuna sığınır, ondan kömək istəyir. Nənə yalvarır, oğlunun ayaqlarına düşür. Lakin qəddar övlad hirsini soyutmaq üçün uşaqdan əl çəkib, qoca üzgün anasının üstünə düşür. Onu təpiy altına salır, ürəyi soyumur, yumruğunu işə salır. Huşunu itirmiş qocanı evin ikinci mərtəbəsindən daş pilləkəndən üstü ilə sürüyüb həyətə salır. Ağacla yenidən döyməyə başlayır. Yalnız arvadın nəfəsi kəsilənə yaxın ondan əl çəkir və gedib yatır. Bu mənzərəni sadəcə seyr eləməkdən başqa çarəsi olmayan qoca atanın, Əbdülün qorxudan nitqi tutulur. Yalnız səhər Tofiqi yuxudan oyadıb deyir ki, anan ölüb, neyniyək? Tofiq anasının meyidini köhnə bir palaza büküb hamamxanada gizlədir. Qaş qaralandan sonra meyidi elə şikəst qız Məryəmin meyidinin yaxınlığında tut ağacının altına qazıb bastırırlar. Sonra atası Əbdülü qorxudub deyir ki, bu sir açılsa sənin də axırın belə olacaq, bu tut ağacının altında 3-cü qəbirdə sənin olacaq. Necə ki, illər əvvəl Məryəmi öldürəndə anasını susturmuşdu, bugün də anasını öldürəndə atasını belə susturmağı bacarır. Bu həyətdə daha bir faciə baş verib, lakin həmin qətlin yeganə şahidi Tofiq özü olub. Məhkəmədə şahid sifəti ilə dindirilən Tamara deyir, Tofiq Sevillə evli idi. Oğlu oldu, adını Əhməd qoydular. Uşağın qırxı təzəcə çıxmış eşitdi ki, Sevil esensiya içib və özünü öldürüb. Səbəbini bilmədi. Yalnız 7 ildən sonra uşağın ad günündə Tofiq bəlkə sərxoş olub sirri açdı. Sevili esensiya içməyə mən məcbur eləmişəm, dedi. Ondan sonraki evləndiyi qadınlar isə canlarını zorla qurtarmağı bacarıblar. Biri 1 manat pulu əlindən alınaraq stansiyada yatmağa məcbur edilib. Digəri hamilə olduğu halda elə işgəncələr görüb ki, bətnindəki körpəni tələf etmək qərarına gəlib ki, belə insandan övladı olmasın. Beləliklə 1983-cü il yanvarın 25-i Şüvəlan Gülçülük Savxozunun klubunda keçirilən səyyar məhkəmə. Salon ağzına qədər doludur. İnsanlar bu insan maskalı vəhşini parçalamaq istəyirlər. İkram Kərimov dövlət ittihamçısı kimi ən ağır cəzanı tələb edir. Güllələnmə. Hökm oxunur. Tofiq Əbdüloğlu Məmmədov qısa müddət sonra güllələnir. Şüvəlan qəsəbəsi o gün rahat nəfəs alır və bununla da Şüvəlanda və Buzovnada uzun illər davam edən şayələr sona çatır. Tofiqlə yanaşı adam yeyən, adam udan torpaq, qadın qaçıran, manyak ruh obrazları da güllələnir. Salamat qalın.